Bu şəkli yəqin ki, bir çoxunuz hardasa görmüsünüz. Bəlkə bir maşının güzgüsündən asılıb, bəlkə köhnə bir evin ən hörmətli küncündədir. Amma bu ağqara görüntünün arxasında Azərbaycanın ən çətin illərinə şahidlik etmiş, ağrılı, lakin bir o qədər də sirli bir həyat hekayəsi gizlənir. Bugün Ətaq ləqəbi ilə tanınan Seyidəli Mirabutaliboğlu Mir Mövsümzadənin dosyasını açırıq. Gəlin 1883-cü ilə Bakının qəlbinə, İçəri şəhərə qayıdaq. Mir Mövsüm ağa burada nüfuzlu bir Seyid ailəsində doğulub. Lakin onun həyatı doğulduğu gündən bir dram üzərində qurulmuşdu. Rəsmi mənbələr təsdiqləyir ki, Seyidəli Mir Mövsümzadənin sümükləri zəif inkişaf etmişdi. Bu, o dərəcədə ağır bir vəziyyətdə idi ki, o sərbəst hərəkət edə bilmir, hətta bədəni öz ağırlığını daşımağa belə gücü çatmırdı. İnsanlar ona niyə ətağa deyirdilər? Çünki toxunanda bədəni bir körpə bədəni kimi yumuşaq idi. Sümük sistemi demək olar ki, hiss olunmurdu. Bu, o dövrün təbabəti üçün bir müəmma, xalq üçün isə ilahi bir imtahan idi. O, ömrü boyu sərbəst şəkildə düz otura bilməyib. Bu detal onun bütün fotolarındakı o qəribə duruşun əsl səbəbidir. İndi gələk o məşhur fotonun gizli detallarına. Bu şəkil ağanın İçəri şəhərdəki Firdovsi küçəsi 3 ünvanındakı evində çəkilib. Ağa düz otura bilmədiyi üçün fotonun çəkilməsi böyük bir zəhmət tələb edirdi. Deyilənə görə yaxınları onu həmin məşhur Viyana stoluna əyləşdirərkən arxasına və böyrünə xüsusi yastıqlar, görünməyən dayaqlar qoymuşdular. Şəkildə onun bir tərəfə meyilli durması məhz sümüklərinin zəifliyi ilə bağlıdır. O, kameraya poz vermirdi. O, sadəcə o an orada mövcud idi. Digər fotolarından fərqli olaraq bu kadrda onun üzündəki o qəribə hüzur və təslimiyyət xalqın yaddaşına həkk olundu. Bakı və ətraf kəndlərin sakinləri tərəfindən onun möcüzəli qüvvələrə malik olduğuna dair sarsılmaz bir inanc var idi. İnsanlar inanırdılar ki, ağanın əli şəfalıdır. Xüsusilə uşaqların dili tutulanda, qorxu keçirəndə və ya çarəsiz xəstəliklərə tutulanda onu ağanın yanına gətirirdilər. İçəri şəhərdəki o balaca otağın qapısında hər gün növbələr yaranırdı. Sovet İttifaqı ən qatı ateizm siyasəti yürütdüyü illərdə belə insanlar gizlicə bu evə gəlir, bu hərəkətsiz adamdan mənəvi güc alırdılar. Sovet millisinin onu bir neçə dəfə aparmaq istədiyi, lakin hər dəfə qeyri-adi hadisələrin baş verdiyi, fırtına qopması, maşınların xarab olması kimi rəvayət olunur. Bu rəvayətlər onun əfsanəsini daha da böyütdü. 1950-ci ilin noyabrın 17-sində Seyidəli Mir Mövsümzadə dünyasını dəyişdi. Onun ölümü Bakı üçün bir yaz günü idi. Bugün o məşhur foto sadəcə bir kağız parçası deyil. O, bir insanın fiziki olaraq nə qədər zəif olsa da, ruhən nə dərəcədə nəhəng ola biləcəyinin sübutudur. Şüvalandakı o möhtəşəm ziyarətgah isə bir suala cavab axtarır. Görəsən, biz hələ də o şəkildəki adamın sirrini tam aça bilmişikmi? Bəs sizin evinizdə bu şəkil varmı? Və ya bu şəkil haqqında ailənizdən hansı hekayələri eşitmisiniz? Şərhlərdə bizimlə bölüşün. Gəlin bu sirri birlikdə araşdıraq.